Verilmiş cümlələri qarşısında rəqəm yazılmış hansı abzasın sonunu artırmaqla mətni genişləndirmək mümkündür? Deməli, deyir ki, Kərbəlayının qapısından qonaq əskik olmazdı. Bu əziz qonağın adına kəsilmiş heyvanın ətindən o biri qonağa bişirməzdilər. Hərəsinin adına bir qoyun kəsilməli idi. Deməli, deyir ki, bu cümlələri biz qarşısında rəqəm yazılmış hansı abzasın sonunu artırmaqla mətni genişləndirə bilərik. Deməli, birinci abzası oxuyaq. Bu odun damının böyründəki mıxa həmişə 2-3 erkək bağlanırdı. Yerdə quru yonca ovuntusu, dırnaq izləri qalardı. Tut ağacından düzəldilmiş mıxı kəndir o qədər sürtmüşdü ki, mıx şüşəyə dönmüşdü. Kərbəlayının qapısından qonaq əskik olmazdı. Bu əziz qonağın adına kəsilmiş heyvanın ətindən o biri qonağa bişirməzdilər. Hərəsinin adına bir qoyun kəsilməli idi. Göründüyü kimi, verilmiş cümlələr birinci abzasın sonuna artırıla bilir. Çünki birinci abzasda da deməli, damın böyründəki mıxa həmişə 2-3 erkəyin bağlanmasından danışılır. Ondan sonra burada isə deməli, qonağın adına heyvanın kəsilməsindən danışılır. Ona görə də sualımızın düzgün cavabı A bəndi olacaq. Digər nömrələnmiş abzasların heç birinin sonuna verilmiş cümlələri artıra bilmərik. Mətnə əsasən belə nəticəyə gəlmək olmaz. A bəndi. Abbasqulu bəylə Kərbəlayı İsmail bir-birini tanıyırlar. Bəli. B bəndi. Talbovun hazırladığı nitqlərin yaddan çıxmasının səbəbi qorxması idi. Bəli. C bəndi. Abbasqulu bəy qorxuya düşsə də bunu ətrafdakılara hiss elətdirmir. Mətndə Abbasqulu bəyin qorxuya düşməsindən söhbət getmir. D bəndi. Kərbəlayı İsmail evdə olmasa da qardaşı Vəli gələn qonağa lazımınca hörmət edir. Düzdür. E bəndi. Xəlil ehtiyat edirdi. Rəsulun ona nə isə edəcəyindən şübhələnirdi. Bu da mətnə əsasən deməli doğru fikirdir. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Abbasqulu bəyin xarakterlə bağlı verilmiş xüsusiyyətləri mətndən verilmiş cümlələrlə uyğunlaşdırın. Tam cavabı müəyyən edin. 1. Sadəliyi sevən insandır. 2. Təmkinli insandır. Başqalarına təsir etməyi bacarır. A. Abbasqulu bəyin tüklü, uzun barmaqları onun biləyində gəzdi. Sonra da yavaş-yavaş qalxıb indi. Deməli, mətndə işlənmə yerinə nəzər salaq bu cümlənin. Deməli, deyir ki, Talbov əvvəldən hazırladığı nitqləri yaddan çıxarmışdı. Belə adamlara nə deyəsən, onları necə başa salasan? Bunun üçün şərait lazımdır. Gərək əvvəlcə sənin tərəfinə keçən çox ola, sonra işini görə biləsən. O, bu ağır süklə dözə bilməyib gizlincə Abbasqulu bəyin dizini bastı. Artıq biz burada görürük ki, Talbov çox gərgin və narahatdır. Sonra deyir ki, Abbasqulu bəyin tüklü, uzun barmaqları onun biləyində gəzdi. Sonra da yavaş-yavaş qalxıb indi. Yəni, həyəcanlanma, qorxma, mən buradayam, özünü əla al. Deməli, biz burada Abbasqulu bəyin necə təmkinli insan olduğunu, başqalarına, yəni Talbova burada necə təsir etmə qabiliyyətinə malik olduğunu müşahidə edirik. Deməli, A 2-yə uyğun gələcək. Sonra B. Heç bir baxış Abbasqulu bəyin qarşısında tutmur, tez yanırdı. Deməli, deyir ki, araya gərgin sükut çökmüşdü. Qarşı tərəfdə qara papaqlı, tutqun sifətli adamlar oturmuşdular. Heç kəs danışmağa cəsarət eləmirdi. Gözlər etibarə inama yad olmuşdu. Kirpiklər qılınc kimi çalınırdı, toqquşurdu. Heç bir baxış Abbasqulu bəyin qarşısında tutmur, tez yanırdı. Gərgin bir vəziyyət var, amma heç kəs, belə deyək də, Abbasqulu bəylə göz-gözə gəlməyə cürət etmir, gözünü yayındırır. Deməli, burada da görürük ki, Abbasqulu bəy nə qədər təmkinli, vüqarlı, eyni zamanda başqalarına təsir etmək bacaran insandır. Ona görə, yəni bu xüsusiyyətlərə, bu dediklərimizə əsasən, deməli, B-də verilmiş cümləndə 2-nin qarşısında yazacağıq. Sonra C. Bu cür dəbdəbəni bəyənməsə də indi ondan xoşu gəldi. Baxaq. Deyir ki, Abbasqulu bəy yəhərdən enəndə ayaqları altına kəsilən qoçun başı gürhagür yanan təndirin yanına atılmışdı. O belə qarşılanacağını ağlına da gətirə bilməzdi. Bu cür dəbdəbəni bəyənməsə də indi ondan xoşu gəldi. Deməli, normalda deyir ki, bu cür dəbdəbəni, bu cür qarşılanmanı, deməli, o sevmirdi. Demək ki, sadə insan idi. Ancaq bu, indi onun deyir, xoşuna gəldi. Çünki bu düşmən qapısına getmişdi və bu cür qarşılanacağını heç gözləmirdi. Ona görə də xoşuna gəldi. Amma ümumi olaraq təbii ki, sadəliyi sevən insandır. Deməli, C də 1-ə uyğun gələcək. Göründüyü kimi sualımızın düzgün cavabı 1C, 2A, B olur ki, bu da D bəndində verilmişdir.
Mətnə əsasən cədvəldəki yanlış bəndi müəyyən edin. Göründüyü kimi, cədvəldə mətndə fərqləndirilmiş ifadələr, yəni üzərinə rəqəm yazılmış ifadələr verilmişdir və onların kontekstə uyğun izahı verilmişdir. Verilən ifadələrdən birincisi çökmək ifadəsidir. Deyir ki, bu çökmək ifadəsi kontekstə görə aşağı enmək, dibinə oturmaq mənasında işlənmişdir. Gəlin mətnə nəzər yetirək. Deməli, görək, buradakı çökmək sözü hansı mənada ifadə olmuşdur. Deyir ki, araya gərgin sükut çökmüşdü. Yəni, buradakı çökmüşdü sözü aşağı enmək, dibinə oturmaq mənasında deyil, təbii ki. Sonra, yaddan çıxarmaq ifadəsinə nəzər yetirək. Deyir ki, Talibov əvvəldən hazırladığı nitqləri yaddan çıxarmışdı. Yəni, unutmuşdu, onu xatırlamırdı. Bunun izahı düzgün verilmişdir. C bəndinə verilmişdir ki, başa salmaq ifadəsi, onun kontekstə uyğun izahı isə anlatmaq, izah etmək şəklində verilmişdir. Cümləni oxuyaq. Onları necə başa salasan, onları necə anlatasan və yaxud da onlara necə izah edəsən. Deməli, burada da görürük ki, kontekstə uyğun izah verilmişdir. D bəndində özünü ələ almaq ifadəsi verilmişdir. İfadənin kontekstə uyğun izahı isə sakitləşməyə çalışmaq verilmişdir. Deməli, oxuyaq. Deyir ki, sonra da yavaş-yavaş qalxıb endi. Yəni, həyəcanlanma, qorxma, mən buradayam, özünü ələ al. Yəni, sakitləşməyə çalış. Bu da düzgün izahdır. E bəndində xoşuna gəlmək ifadəsi verilmişdir. İfadənin kontekstə uyğun izahı isə bəyənmək, ürəyincə olmaq kimi verilmişdir. Cümləni oxuyuruq. Deməli, mətnin əvvəlinə gedirik. İkinci abzasda deyir ki, bu cür dəbdəbəni bəyənməsə də indi xoşuna gəldi. Yəni, bəyəndi, indi ürəyincə oldu. Göründüyü kimi, burada da izah kontekstə uyğun verilmişdir. Ancaq A bəndində isə çökmək sözünün izahı kontekstə uyğun verilməmişdir. Ona görə də sualımızın düzgün cavabı A bəndi olacaq. Tünd hərflərlə verilmiş ifadənin mətndəkindən fərqli mənada, həqiqi və ya məcazi mənada işləndiyi cümləni müəyyən edin. Deməli, tünd hərflərlə verilmiş ifadə tutqun sözüdür. Cümlədə görək bu həqiqi yoxsa məcazi mənada işlənmişdir. Qarşı tərəfdə qara papaqlı, tutqun sifətli adamlar oturmuşlar. Deməli, mətndə tutqun sözü məcazi mənada işlənmişdir. Bizə isə deyir ki, mətndəkindən fərqli mənada. Deməli, əgər burada məcazidirsə, biz tutqun sözünün həqiqi mənada işləndiyi cümləni müəyyən etməliyik. A bəndi. Getdikcə hava sərtləşir, tutqun payız rüzgarı sərt bir qışa çevrilməyə başlayırdı. Deməli, burada tutqun sözü məcazi mənadadır. Bu cavabı götürə bilmərik. B bəndi. İşin ən tutqun vaxtı yorğun və əzgin bir halda hisli paslı paltarın içində nadir yatmaq üçün evə gəldi. Deməli, işin ən tutqun vaxtı. İşin tutqun vaxtı. Təbii ki, burada da tutqun sözü məcazi mənada işlənmişdir. C bəndi. Düşünməli, bir çox tutqun mətləbləri aydınlaşdırmalı oldum. Tutqun mətləbdə də tutqun sözü məcazi mənadadır. D bəndi. Cəlal tutqundur, xəyalı dağınıq, fikri uçqundur. Cəlal tutqundur. Burada da təbii ki, məcazi mənada işləndi. E bəndi. Boz, Ukrayna qaramalı, əsasən boz gümüşü, yaxud tutqun polad rəngindədir. Belində uzunu, ağımtıl zolaq var. Deməli, tutqun polad rəngi. Burada tutqun sözü həqiqi mənada işlənmişdir. Burada rəngdən söhbət gedir. Ona görə də sualımızın düzgün cavabı E bəndi olacaq. Mətnin məzmununa əsasən nöqtələrin yerinə yazıla biləcək ifadəni müəyyən edib cavab kağızına yazın. Deməli, burada abzası oxuyaq. Deyir ki, Talibov alt dodağını dişlərinin arasına alıb gəmirməyə başladı. O, dodağının ağrısını hiss eləmirdi. Bizi bir-bir bayra çağırıb öldürəcəklər. Görəsən bundan sonra kimin növbəsidir? Mənim, yoxsa hansı obrazın adı yazılmalıdırsa onu müəyyən etməliyik. Deməli, görürük ki, Abbasqulu bəy, sonra Xəlil, bir də Talibov. Bu üçü Kərbəlayı İsmaillə görüş üçün onun evinə gedibdirlər. Burada isə artıq Talibov
şübhələnir. Çünki Rəsul gəlib Xəlili aparmışdı. Deməli, burada deyir ki, Xəlil Abbasqulu bəyin üzünə baxdı. Sanki soruşdu, mən niyə çağırırlar, gedimmi? Abbasqulu bəyin gözləri, get, qorxma, dedi. Deməli, Xəlili Rəsul götürüb aparıbdı. Burada isə Talibov elə bilir ki, Rəsul Xəlili cəzalandıracaq. Nəysə ona bir, belə deyək də, bədəndən ona bir xətər yetirəcək. Bundan sonra isə artıq deyir ki, deməli, bizi bir-bir bayıra çağırıb öldürəcəklər. Artıq ölüm qorxusuna düşür. Xəlil getdiyinə görə, görəsən deyir ki, bundan sonra kimin növbəsidir? Mənim, yoxsa Abbasqulu bəyin. Deməli, biz burada Abbasqulu bəyin adını yazmalıyıq. Abbasqulu və ya Abbasqulu bəy. Hansı bənddə fərqləndirilmiş sözlər bir-biri ilə münasibətdə amonimdir? A bəndi. Baş bədənin tacıdır, gözlər onun daş qaşı. Deməli, burada baş sözü var, fərqləndirilən söz. Tərlan kimi gözlərini zillədi, dağ başından evin səmtin bəllədi. Deməli, burada da baş sözü işlənmişdir. Bu iki baş sözü bir-birlə münasibətdə təbii ki, çox mənalı söz olacaq. Çünki dağ başı ifadəsindəki baş sözü digər baş sözünün törəmə mənasıdır. B bəndi. Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Buradakı kəmər sözü. 2-də isə şal kişinin çiynindən yavaş-yavaş sıyrılıb kəmər yerinə qədər düşürdü. Buradakı kəmər sözü. Deməli, birinci və ikinci cümlələrdə verilmiş kəmər sözü bir-birlə münasibətdə amonim olacaq. Çünki bunlar tamamilə fərqli mənaları ifadə edirlər. C bəndi. Yara dərin olduğundan hamı qorxuya düşmüşdü. Deməli, burada yara, bədəndəki yaradan söhbət gedir. 2. Sözümü yara çatdırmağı səndən xahiş edirəm. Bu isə yönlük halda olan sözdür. Burada yar sözü var. Biri yara sözüdür, biri yar sözü. Təbii ki, bunlar amonim ola bilməz. D bəndi. Qara qış üstümə tökər qarını, nərgiz gözlərindən məni ayırsan. Deməli, burada nərgiz var, nərgiz göz. İkincidə isə deyir ki, Nərgiz bugün məktəbdə keçirilən tədbirdə şeir söylədi və hamının alqışını qazandı. Məna taylarından birisi xüsusi isim kimi işlənirsə, təbii ki, bu sözlər də amonim sayılmayacaq. E bəndi. Köroğlu axırda bir dəli nərə ilə Dəli Həsəni götürüb yerə vurdu. Göründüyü kimi, burada nərə sözündəki əsaiti, birinci əsaiti uzun tələffüz olunur. 2-də Xəzər dənizində tutulan nərə balığı kürü məhsuldarlığına görə çox yüksək qiymətləndirilir. Burada birincidə deməli nərə sözü var, digəri isə nərədir. Göründüyü kimi bu sözlər yazılış və deyiliş baxımından eyni deyil. Doğrudur. Yazılışlar eyni ola bilər, amma tələffüzdə burada uzun tələffüz olunan sait var. Ona görə bu sözlər də amonim sayılmaz. Deməli, sualımızın düzgün cavabı olacaq B bəndi. Tələffüz şəklində verilmiş sözlərdən birinin yazılışında o saiti yoxdur. Verilmiş sözlərin düzgün yazılışını müəyyən edək. Deməli, avtomobil sözü avtomobil şəklində tələffüz olunur. Avtomat sözü avtomat şəklində tələffüz olunur. Bankomat sözü bankomat şəklində tələffüz olunur. Cavanlıq sözü cavanlıq şəklində tələffüz olunur. Favorit sözü isə favorit şəklində daha doğrusu yazılır. İndi baxaq. Avtomobil sözündə göründüyü kimi, deməli, o saiti 2 dənədir. Avtomat sözündə var, bankomat sözündə var, favorit sözündə var, cavanlıq sözündə isə o saiti yoxdur yazılışda. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Verilmiş bəndin neçənci misrasında yalnız incə saitlər işlənmişdir. Xəzan acısına edib təhəmmül, gülün kölgəsində ötəndə bülbül, həyat, həyat deyə çırpınır könül, könüldən, sevdadan necə əl çəkim. Deməli, yalnız incə saitlər dedi. A bəndində xəzan, acı, göründüyü kimi burada qalın saitlər var. Daha doğrusu birinci misrada. İkinci misraya baxaq. Gülün kölgəsində ötəndə bülbül. Göründüyü kimi hamısı incə saitlərdir.
Üçüncü missada həyat, həyat deyə çırpınır könül. Görünür ki, burada qalın sayt vardır. Dördüncü missada könüldən, sevdadan necə əl çəkim. Göründüyü kimi yalnız ikinci misrada ancaq incə saytlər işlənmişdir. Ona görə sualımızın düzgün cavabı E bəndi olacaq. Ağır sözünün həqiqi mənada işləndiyi cümləni müəyyən edin. A bəndi. Kişi ağır addımlarla yaralılara yaxınlaşdı. Deməli, burada ağır addımlar ifadəsi var ki, burada ağır sözü təbii ki, məcaz mənada işlənmişdir. B bəndi. O, ağır təbiətli bir insandır. Asanlıqla ünsiyyət qurmur. Ağır təbiət, təbii ki, ağır məcaz mənadır. C bəndə. O, ağır taxta sandığı maşına yerləşdirmək üçün 2 nəfər çağırdı. Deməli, ağır taxta sandıq. Artıq burada ağır həqiqi mənada işlənmişdir. D bəndi. Bu ağır ittihamla yaşamaq çox çətindir. Ağır ittiham təbii ki, məcaz mənadır. E bəndi. Həyatın enişli yoxuşlu yollarında bu ağır yükü daşımaq sənə görə deyil. Ağır yük bu da məcaz mənadır. Təbii ki, həqiqi yükdən söhbət getmədi. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Hansı sözün yazılışı doğrudur? A bəndində şaftalı yazılıb. Bu sözün düzgün yazılışı şaftalı olmalıydı. B bəndində müəyyən yazılıb. Bunun düzgün yazılışı müəyyən şəklində olacaq. C bəndində peyvənd yazılıb. Deməli, olmalıydı. Peyvənd. D bəndində peşəkar sözü düz yazılıbdır. E bəndində pencək yazılıb. Bu sözdə pencək şəklində olmalıydı. Göründüyü kimi peşəkar sözünün yazılışı düzgündür. Ona görə də sualın düzgün cavabı D bəndi olacaq. Qılınc sözünün son samiti nə vaxt yazıldığı kimi tələffüz olunur? A bəndi. Özündən sonra yarası sözünü işlətdikdə. Deməli, dedi ki, son samiti, yəni C samiti nə vaxt yazıldığı kimi tələffüz olunur. Biz qılınc sözünün son samitini C kimi tələffüz etmək üçün özündən sonra saitlə başlanan şəkilçi və ya söz işlətməliyik. Deməli, yarası Y samitdir, tutmaqda T samitdir, döyüşçüdə D samitdir, lar L samitdir. Bir dənə oynatmaq sözündə o saiti olduğuna görə burada qılınc sözü yazıldığı kimi tələffüz olunacaq. Digərlərində isə Ç kimi tələffüz olunacaq. Qılınc. Çünki dediyimiz kimi sözlər samitlə başlanır. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Leksik mənası yanlış verilmiş sözü müəyyən edin. A bəndi. Minbər. Məscidlərdə vaizin, xətibin çıxıb vəz, xutbə oxuduğu pilləli kürsü minbər adlanır. Doğrudur. B bəndi. Günbəz. Yarım kürə şəklində bina damı qübbə. Bəli, düzgün izahdır. C bəndi. Blokada. Hər hansı ərazinin ölkə, şəhər, qala və s. xarici aləmlə əlaqələrini kəsmək məqsədilə mühasirəyə alınmaq. Bəli, bu blokada adlanır. Doğrudur. D bəndi. Cəhalət. Əslində olmayıb xəyala, fikrə gətirilən şeylər xəyalat. Təbii ki, bu cəhalət sözünün mənası ola bilməz. Cəhalət, avamlıq, gerilik deməkdir. E bəndi. Egoist. Özünü bəyənən, özünü yüksək tutan, ancaq özünü, öz mənafeyini düşünən adam, xudbin insan, egoist adlanır. Bu da düzgün izahdır. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Dodaqucu sözünün səs və hərf tərkibi ilə bağlı yanlış fikri müəyyən edin. Əvvəlcə dodaqucu sözünün düzgün tələffüz şəklini yazaq. Deməli, dodaqucu şəklində tələffüz olunacaq. A bəndə deyir ki, səs və hərf tərkibi arasında bir fərqli məqam var. Bəli, deməli, Q samiti Q kimi tələffüz olunduğuna görə bu, deməli, düzgün fikirdir. B bəndi. Kar samit işlənməmişdir. Göründüyü kimi sözdə heç bir kar samit yoxdur. C bəndi. Cingiltili Q samitinin kar qarşılığı işlənmişdir. Yəni, deyir ki, sözdə X səsi işlənmişdir. Gəlin baxaq. Dodaqucu sözü göründüyü kimi iki sözdən əmələ gəlmişdir. Birinci sözün son samiti Q samitidir. Və söz sonundakı Q samitinin tələffüzü isə burada Q kimi olacaq. Çünki özündən sonra gələn ucu sözü U saiti ilə
başlanır. Ona görə də burada cingiltili samitinin, ğı samitinin kar qarşılığı yox, cingiltili ğı samitinin özü işlənmişdir. Ona görə C bəndi yanlış fikirdir. D bəndi incə sait işlənməmişdir. Göründüyü kimi sözdə O, A və U saitləri var ki, bunların hamısı qalın saitlərdir. E bəndi həm dodaqlanan, həm də dodaqlanmayan sait var. A dodaqlanmayan, O isə dodaqlanan saitdir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Verilmiş cümlələrdən birində bütün sözlər leksik mənaya malikdir. A bəndi. Mən çox dedim, ancaq sən eşitmədin. Burada ancaq sözü leksik mənaya malik deyil. B bəndi. Böyük ağla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. Buradakı sözlərin hər birisi deməli leksik mənaya malikdir. C bəndi. Artıq 2025-2026-cı tədris ili başlamışdır. Buradakı artıq sözü leksik mənaya malik deyildir. D bəndi. Adın şərəflidir sənin, ey qadın, dahilər anası çağırılır adın. Deməli, burada ey sözü leksik mənaya malik deyil. E bəndi. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər. Hər könülə ilham kimi gələcəkdir gözəl səhər. Deməli, burada ilham kimində də kimi sözü leksik mənaya malik deyil. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı bənddən nöqtələrin yerinə Y səsi olmalıdır? Deməli, A bəndində yarpağı sözü Y samitindən başlandığına görə burada əri yarpağı olacaq. Çörək otu O sait olduğuna görə burada Y olacaq. C bəndində L samit olduğuna görə burada İ olacaq. D bəndində S samit olduğuna görə burada İ olacaq. E bəndində Y samit olduğuna görə burada İ samiti olacaq. Deməli, Y səsi olduğuna görə biz B bəndini düzgün cavab kimi qeyd edəcəyik. Sxemdəki dodaqlanan saitləri və kar samitləri silərək alınan sözü müəyyən edin. Deməli, dodaqlanan saitləri və kar samitləri siləcəyik. K kar samitdir. Ü dodaqlanan saitdir. O dodaqlanan saitdir. Ş kar samitdir. U dodaqlanan saitdir. T kar samitdir. Ö dodaqlanan saitdir. Deməli, M, I, N, A, R, Ə. Minarə sözü alındı ki, bu da sualımızın E bəndində verilmişdir. Çoxmənalı sözlərin cərgəsini müəyyən edin. A bəndində burun sözü çoxmənalı sözdür. Məsələn, insanın burnu ilə gəminin burnu. Oxşamaq sözü amonimdir. Məsələn, deməli, bir var, övladın başını oxşamaq, yəni sığal çəkmək mənasında. Bir də var, məsələn, küləyin insanı oxşaması. Sonra, böyük sözdə çoxmənalı sözdür. Məsələn, böyük daşla böyük iradə çoxmənalılıq yaradır. B bəndində təbii ki, insan sözü çoxmənalı ola bilməz. C bəndində divan sözü çoxmənalı ola bilməz. D bəndində şam sözü, qələm sözü çoxmənalı ola bilməz. E variantında pencək sözü çoxmənalı söz ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı A bəndi olacaq. İri ocaqlar üstündə dolu qazanlar buğlanır cümləsindəki dolu sözü ilə amoninlik təşkil edən dolu sözünün işləndiyi cümləni müəyyən edib cavab kağızına yazın. Deməli, burada dolu qazandan söhbət gedir. Biz dolu sözünün digər həqiqi mənasını müəyyən edib, yəni digər tamamilə fərqli mənasını belə deyək, müəyyən edib cavab kağızına yazmalıyıq. Baxaq. 1. Ürəyim arzu ilə doludur dolu, hünər meydanıdır bu həyat yolu. Deməli, burada dolu ürəkdən söhbət gedir. Təbii ki, bu dolu sözü ilə verilmiş dolu sözü amoninlik yarada bilməz. Çünki bir də verilən dolu sözü iri ocaqlar üstündə dolu qazanlar buğlanır cümləsindəki dolu sözü ilə çox mənalılıq yaradır, amoninlik yaratmır. 2. Almaz kimi parıldayan gözlərindən dolu kimi yaş tökülürdü. Yəni, burada artıq dolu, bərk maye olan, belə deyək də, yağış doludan söhbət gedir. Bu, təbii ki, verilmiş cümlədəki dolu sözü ilə amoninlik təşkil edəcəkdir. 3.
Evi dərin bir maraq ilə dolu sükut bürümüşdü. Yəni burada maraq ilə dolu sükut. Yəni təbii ki, dolu sükutda dolu sözü məcazi mənadadır. Yəni dolu qazanla dolu sükut. Təbii ki, buradakı doluların amonimindən söhbət gedə bilməz. Deməli biz ikinci cümləni və ya 2 rəqəmini cavab kağızına yazmalıydıq. Mətnə əsasən yanlış fikirdir. A bəndi. Madame Tussauds muzeyinin ekspozisiyalarının əsas hissəsi Londonda yerləşir. Bəli, düzgün fikirdir. B bəndi. Madame Tussauds muzeyinin dünyanın müxtəlif şəhərlərində filialları var. Doğrudur. Deməli, Washington, New York, Los Angeles, Las Vegas, Amsterdam, Kopenhagen, Şanxay, Hong Kong, Berlin və Viyana kimi şəhərlərdə filialları var. C bəndi. Maria Tussauds'un anası qızının bacarıqlarını vaxtında sezmiş, bu bacarıqları inkişaf etdirmək üçün onu Doktor Philip Curtis'lə deməli tanış etmişdir. Yəni bu yanlış fikirdir, çünki bu təsadüfən olur. Yəni bu Doktor Philip Curtis'in onu görməsi təsadüfən baş verir. Ona görə C bəndi yanlışdır. D bəndi. Madame Tussauds muzeyi dünyada baş verən əksər mühüm hadisələrlə maraqlanır və bunu əsərlərində əks etdirir. Bəli, bu da mətndə öz əksini tapmışdır. E bəndi. Madame Tussauds muzeyində hazırlanan eksponatların daha canlı görünməsi üçün müxtəlif üsullardan istifadə edilir. Bu da mətndə öz əksini tapmışdır. Məsələn, deməli, deyir ki, eksponatlar daha təbii görünsün deyə onların hazırlanmasında göz və ayaqları imitasiya edən xüsusi plastiklərdən, suni dərilərdən istifadə olunur. Sonra mum heykəlinin aid olduğu dövrün ab-havasını yaratmaq üçün həmin zamanlara kostyumlardan, dekorasiyadan, səs effektlərindən istifadə olunur. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Mətnin hissələri ilə bağlı uyğunluğu müəyyən edin. 1. Giriş hissə, 2. Əsas hissə, 3. Nəticə hissə. Verilən cümlələr, insanlar heykəlləri Böyük Britaniyanın unikal tarixi abidələrini qiymətləndirmək üçün dünyanın hər yerindən Londona gəlirlər. Deməli, bu mətnin nəticə hissəsində verilmişdir. 3A. B-də hazırda London muzeyində müxtəlif dövrlərə aid 1000-dən çox mum eksponat nümayiş olunur. Bu mətnin giriş hissəsində verilmişdir. Deməli, B 1-ə uyğun gələcək. C-də Madame Tussauds muzeyinin xüsusi hissəsi qorxu otağıdır. Bu da mətnin əsas hissəsində verilmişdir. Deməli, 1B, 2C, 3A olur ki, sualımızın düzgün cavabı bu da A bəndində verilmişdir. Mətnə əsasən cədvələ doldurun. Göründüyü kimi bizə səbəb-nəticə cədvəli verilmişdir. Nəticədə verib ki, ürək xəstələri, hamilə qadınlar və kiçik uşaqlar Madame Tussauds muzeyinin bəzi hissələrinə buraxılmır. Bu nəticədir. Biz səbəbi müəyyən etməliyik. Deməli, deyir ki, Madame Tussauds muzeyinin xüsusi hissəsi qorxu otağıdır. Bu otaq öz adını tamamilə doğruldur və güclü təəssürat yarada bilir. Buna görə də ürək xəstələri, hamilə qadınlar və kiçik uşaqlar bura buraxılmır. Deməli, onların buraxılmamasının səbəbi nədir? A bəndində deyir ki, filiallarının bir çox şəhərdə yerləşməsinə baxmayaraq ən böyük kolleksiyası olan əsas muzey indiyə qədər Londonda yerləşir. Təbii ki, ola bilməz. B bəndində hazırda London muzeyində müxtəlif dövrlərə aid 1000-dən çox mum eksponat nümayiş olunur. Ola bilməz. C bəndi 1777-ci ildə Maria Tussauds özünün ilk mum modelini, sonra isə Franklin Benjamin, Jean-Jacques Rousseau'nun figurlarını düzəldir. Təbii ki, ola bilməz. D bəndi, Madame Tussauds muzeyindəki qorxu otağı öz adını tamamilə doğruldur və güclü təsirat yarada bilir. Səbəb, nəticədə isə dediyimiz kimi, ürək xəstələri, hamilə qadınlar və kiçik uşaqlar muzeyin həmin hissəsinə buraxılmır. Eksponatlar daha təbii görünsün deyə onların hazırlanmasına ayaq və gözlər imitasiya edən xüsusi plastiklər, həmçinin suni dərilər tətbiq edilir. Bunun da verilən nəticə ilə əlaqəsi yoxdur. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Mətndə hansı suala cavab yoxdur? A bəndi. Madame Tussauds'un ölüm səbəbi nə olmuşdur? Biz bu sualın cavabını mətndən tapa bilmirik. B bəndi. Dünyanın hər yerindən insanların Londona səfər etmələrinin səbəbi nədir? Deməli, deyir ki, insanlar heykəlləri, Böyük Britaniyanın unikal tarixi abidələrini qiymətləndirmək üçün dünyanın hər yerindən Londona
gəlirlər. Sualın cavabı vardır. C bəndi. Madame Tussauds hansı dahi şəxsiyyətlərin fiqurlarını düzəltmişdir? Deməli, Franklin, Benjamin, Jean-Jacques Rousseau kimi deməli məşhurların heykəllərini düzəltmişdir. Fiqurlarını düzəltmişdir. D bəndində Madame Tussauds muzeyində mum heykəlinin aid olduğu dövrün ab-havasını yaratmaq üçün hansı addımlar atılır? Deyir ki, bundan başqa mum heykəlinin aid olduğu dövrün ab-havasını yaratmaq üçün həmin zamanlara aid kostyumlardan, dekorasiyadan və səs effektlərindən istifadə olunur. Deməli, bu sualın da düzgün cavabı vardır. Yəni, mətndə sualın cavabı vardır. Bəndi, Madame Tussauds muzeyinin əsas binası harada yerləşir? Deyir ki, ekspozisiyaların əsas hissəsi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Madame Tussauds muzeyi. Yəni, deməli, Londonda yerləşir. Göründüyü kimi, A bəndində verilmiş Madame Tussauds'un ölüm səbəbi nə olmuşdur? Sualının cavabı mətndə yoxdur. Tünd hərflərlə verilmiş sözün mətndəki ilə eyni mənada həqiqi və məcazi işləndiyi nümunəni müəyyən edin. Deməli, tünd hərflərlə verilmiş ifadəmiz bizim sözümüz göz sözüdür. Görək burada göz sözü həqiqi yoxsa məcazi mənada verilmişdir. Eksponatlar daha təbii görünsün deyə onların hazırlanmasında göz və ayaqları imitasiya edən xüsusi plastiklər, həmçinin süni dərilər tətbiq edilir. Deməli, burada gördüyünüz kimi göz sözü həqiqi mənada işlənmişdir. Bizə isə dedi ki, mətndəki ilə eyni mənada, yəni göz sözünün həqiqi mənada işləndiyi cavabı biz müəyyən etməliyik. A bəndi. Qaynar bulaqların gözündən içər, o ellər gözəli, o el yavrusu. Deməli, buradakı bulağın gözündən ifadəsində göz sözü deməli məcazi mənadadır. B bəndi. Tüfəngin iki gözünü də sıxdım, ancaq heç biri dəymədi. Buradakı göz sözü də məcazi mənadadır. Tüfəngin gözü təbii ki olmaz. C bəndi. Əskər qəzəblə barmağını bir-bir şamların gözünə basır, şamlar sönür, çadır qaranlıq içində qalır. Şamların gözü, təbii ki göz məcazi mənadadır. D bəndi. İnsanoğlu bu aləmə göz açdığı gündən bəri azadlığın məşəlinə qurban olmuş pərvanə tək. Deməli, göz açdığı gündən bəri göz açmaq. Bu da frazeoloji birləşmədir. Burada da göz sözü məcazi mənadadır. E bəndində xumar-xumar baxmaq göz qaydasıdır. Lalə tək qızarmaq üz qaydasıdır. Deməli, misralarına yer verilmişdir. Burada isə göz qaydasıdır. Buradakı bildiyimiz gözdən söhbət gedir ki, bu da həqiqi mənadadır. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Kursivlə verilmiş abzasdan göstərilmək sözünün qarşılığını müəyyən edib cavab kağızına yazın. Deməli, kursivlə verilən abzasımız birinci abzasdır. Biz bu abzasdan göstərilmək sözünün qarşılığını, yəni onun yaxın mənalı ifadəsini müəyyən etməliyik. Ekspozisiyalarının əsas hissəsi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Madame Tussauds muzeyi dünyanın ən böyük və məşhur mum heykəllər muzeyidir. Hazırda London muzeyində müxtəlif dövrlərə aid 1000-dən çox mum eksponat nümayiş olunur. Yəni, göstərilir. Biz nümayiş olunur ifadəsini cavab kağızına yazmalıyıq.